Hər vaxtınız xeyirli olsun. Vaxtilə Azərbaycanın suveren ərazilərində qondarma rejim yaradaraq orada dırnaqarası müxtəlif vəzifələr tutan Aray Karutunyan, Bako Sakyan, Arkadiy Qukasyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi Bakı məhkəmə kompleksində davam edir və bu dəqiqələrdə növbəti baxış iclası keçirilir. Hazırki mərhələdə bir qrup zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr məhkəmə prosesində elan olunur. Qeyd edək ki, bundan əvvəlki iclaslarda bir qrup zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi məhkəməyə müraciət ünvanlayaraq müxtəlif səbəblərdən, üzürlü səbəblərdən prosesə gələ bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və həmin ifadələrin də məhkəmədə elan olunmasını xahiş etmişlər. Məhkəmə də tərəfləri dinlədikdən sonra həmin ifadələrin elan olunmasına başlanılıb. Həmin ifadələrdə zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varisləri o vaxtlar Azərbaycanın əraziləri işğal olunan zaman Ermənistanın hərbi təcavüzü nəticəsində ev eşiklərini necə tərk etdiklərindən, necə yaralandıqlarından, doğmalarının necə qətlə yetirilməsindən danışıblar, bəhs ediblər. Və ifadələrində bəzi zərər çəkmişlər girov götürülüblər, həmin vaxtı bildirirlər və girovluqda, əsirlikdə saxlandıqları zaman onlara verilən dəhşətli işgəncələrdən bəhs ediblər. Və ifadələrdə də Ermənistanın Azərbaycana qarşı apardığı bu hərbi təcavüzkar müharibə və işğalçılıq siyasəti həmin ifadələrdə də bir daha təsdiqini tapır. Eyni zamanda ifadələrdə də qeyd olunur ki, o zaman düşmənin əsas hədəfi mülki vətəndaşların, mülki sakinlərin məhv edilməsi olub. Ona görə də yaşayış məntəqələrimiz müxtəlif iri çaplı silahlarla hədəfə götürülüb, vətəndaşlar qətlə yetirilib, hətta qadın, uşaq, yaşlı, aman demədən hamısı qətlə yetiriliblər və əsirlikdə vətəndaşlarımız hansı şəraitdə saxlandıqları barədə bildiriblər. Eyni zamanda onlara hansı işgəncələrin verildiyi və onların necə insanları gözləri qarşısında işgəncə verərək qətlə yetirilməsi barədə ifadələrində qeyd ediblər. Proses açıq keçirilir. Qeyd edək ki, bu iş üzrə ümumiyyətlə yarım milyondan çox zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi var. Onların bir qismi məhkəmə prosesində bundan əvvəlki iclaslarda ifadə veriblər. Bəzilərinin hazırda ifadələri elan olunur. Eyni zamanda onlar prosesdə zərər çəkmiş qismində əyləşirlər. Bugünkü iclasla bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları əksini tapacağı reportajı da tamaşaçıların diqqətinə çatdıracağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.